Hamınıza salam uşaqlar, mən Nərgiz, kanalıma və videoma xoş gəldiniz. Bu videoda sizinlə ikinci qrup blok imtahanları haqqında danışacağım. Mən son videomu buraxılışdan sonra çəkmişdim və düşünürdüm ki, birinci blokdan sonra da bir video çəkərəm. Həm buraxılış balımı açıqlayaram, həm də blok haqqında təəssüratlarımı sizinlə bölüşərəm. Amma birinci blok imtahanı mənim üçün o qədər pis keçdi ki, nə kameranın qabağına keçib, video çəkib, sosial mediada açıqlama verə biləcək cəsarəti, nə də kimləsə oturub bu mövzunu müzakirə edə biləcək gücü özümdə tapa bilmədim. Birinci blok mənim üçün çox çətin oldu. Buraxılışdan sonra yaşadığım stresin, depressiyanın 2 qatını birinci blokdan sonra yaşadım. Dediyim kimi 2 dəfə blok imtahanında iştirak etmişəm. İndi sizinlə hər iki imtahanın müqayisəsini və nəticələrini bölüşəcəm. Qayıdaq buraxılış ərəfəsinə. Buraxılış imtahanı çoxumuzun istədiyi kimi keçmədi. Çoxumuz gözlədiyi balı, potensialında olan balı toplaya bilmədi. Mən də bunlardan biri idim. Mən buraxılış imtahanında 245 bal toplamışam və mən sonuncu dəfə 245 bal şkalasına 9-cu sinifin oktyabr-noyabr aylarında düşmüşdüm. Ondan sonra nə bir OTK sınağında, nə 9-cu sinifin dim imtahanında, nə də ki 11-ci sinifin sınaq imtahanlarında 270-dən aşağı bal görməmişəm. Gözlədiyim nəticədə 270-290 arası bir nəticə idi. Topladığım nəticədə 245. Yəni, buraxılış imtahanının bu qədər sarsıdıcı keçməyi cavablar çıxandan sonra istər-istəməz blok imtahanına hazırlaşma prosesimizə də təsir elədi. Mən çox həvəsdən düşdüm. Ümumiyyətcə, tək istədiyim şey birinci blok verib, topladığım balın hər hansı bir ixtisasa qəbul olmaq idi. Əvvəl qurduğum o iqtisadiyyat xəyallarını da bir kənara qoydum və dedim ki, Nərgiz, birinci bloka hazırlaşırsan, imtahanı verirsən, sonra da hər hansı bir yer kodlaşdırıb təhsil alırsan. Birinci blok imtahanını çox böyük ümidlərlə geçmişdim. Bilirdim tarixi zəif yazacağam, amma riyaziyyat və coğrafiyadan yaxşı nəticə gözləyirdim. İmtahana girdim. Ən yaxşı bildiyim, özümə ən yaxın bildiyim fən olan coğrafiyadan başladım yazmağa. Coğrafiyanı yazdım, yarım saat içində bitirdim. Dedim ki, coğrafiyanı kodlaşdıram. Daha sonra gəlib riyaziyyatla tarixi yazaram, onları kodlaşdıraram. Coğrafiyanın düz ortasından açdım. Başladım sualları bir-bir təzədən oxuyub, yoxlaya-yoxlaya kodlaşdırmağa. 9-cu, 10-cu suala çatanda gördüm ki, nəsə tərs gedir. Coğrafiyanın düz ortasını kodlaşdırıram riyaziyyata. Orada bir an dayandım, dedim ki, Nərgiz, yəni getdi. Birinci blok getdi. Zaten tarixim yoxdur. Gözlədiyim nəticə riyaziyyatdan coğrafiyanın balıdır. Coğrafiyanı da gəlmişəm, riyaziyyatın yerinə kodlaşdırmışam. Yəni, riyaziyyatdan da 9-10 sualım getdi. Nərgiz, sən bu bloku yazma. Dedim ki, yəni, vərəqi verim, çıxım. Mənim də bir şey olan kimi vərəqi verib çıxmağı düşünməyim. Nəysə, yəni, bu elədiyimdən sonra mən nə normal şəkildə riyaziyyat, nə də normal şəkildə tarix yaza bildim. Coğrafiyanı başladım öz yerinə kodlaşdırmağa. Situasiyanı da bir dəfə oxudum, yazdım, bitirdim. Sadəcə oturmuşam və gözləyirəm ki, imtahan bitsin, çıxım çölə. Bilirəm, pis yazmışam, amma yansıtmamağa çalışıram. Deyirəm, bəlkə yaxşı olar. Nəyə yaxşı olacaq? 9-cu sual gedib, bir tarixdə yazmamısan. Mən birinci blokdan sonra dedim ki, ikinciyə hazırlaşmıram. Həqiqətən də el elədim. 5-6 gün heç bir şəkildə tarix, riyaziyyat, coğrafiya üzü açmadım, dərs oxumadım, toplu işləmədim. İmtahana hazırlaşmırdım. Elə bil ki, qabaqda imtahan yoxdur. Bir həftə boyunca sadəcə məktəbə getdim, rəqslərdə iştirak elədim, son zəngə hazırlaşdım və tək sözlə başımı qatırdım. Başqa heç nə eləmirdim. Biraz vəziyyəti dərk eləyəndən sonra dedim ki, oturum, hazırlaşım ikinci imtahana. 11 ildə əziyyət çəkirəm, bir ayda hazırlaşım. Ən pis ehtimal heç nə olmayacaq. Başladım ikinci bloka hazırlaşmağa. Amma ikinci bloka hazırlaşanda mən öz səhvlərimi görməyə və onları düzəltməyə çalışdım. Birinci səhvim ondan ibarət idi ki, mən tarixə çox üstünlük vermirdim. Həm buraxılışdan qabaq, həm də blok imtahanından qabaq bir ay tarixə fasilə vermişim. Yəni, buraxılış imtahanından qabaq tarixə fasilə verməyə başa düşərəm. Blok imtahanından qabaq niyə mən bir ay tarixə fasilə verdim? Amma hələ də başa düşə bilmirəm. Yəni, gedirdim tarixə, otururdum sadəcə. Mən həm dərsləri öyrənə bilmirdim yaxşı, həm uşaqlar hamı qəbul işləyir, mən qəbulun üzünü aça bilmirdim, yəni qəbul imtahanlarını işləyə bilmirdim. Sanki hiss edirdim ki, mən tarixə gedəndə həm yolda, həm dərsdə oturanda vaxtım çox boşa gedir. Buna görə də tarix hazırlığını dayandırdım, tarixlə evdən onlayn qaşılmağa başladım. Amma beynimə qoymuşdum ki, mən tarix öyrənə bilmirəm. Nə ki, sən tarix öyrənə bilmirsən. Bunu beynimə o qədər çox yer etmişdim ki, həqiqətən nə tarix öyrənə bilirdim, nə tarixdən hər hansı bir sual eləyə bilirdim. Tarix mənim üçün həmişə əl çatılmaz bir fən kimi gəlirdi.
Birinci imtahanda tarixi çox pis yazmışam. İkinci imtahana hazırlaşanda mən yenə tarix müəllimimi dəyişdim. Mən kanal ilk açılan vaxtlarda izləyənlər bilir ki, mənim tarixlə ulduzlarım heç vaxt barışmayıb və mən tarix fənnini heç vaxt yaxşı şəkildə öyrənə bilməmişəm. Amma bu dəfə həqiqətən normal şəkildə tarix öyrənməyə başladım. İkinci imtahan balımı qat-qat artırdım. Gördüm ki, nəqiz tarix öyrənə bilirmişsən, istəsən öyrənərmişsən. Və mən beynimə bir şey qoyanda ki, mən bunu eləyə bilmirəm, onu həqiqətən eləyə bilmirəm. Coğrafiyadan o qədər də çox hazırlaşmadım. Çünki zaten birinci imtahan normal bir bal toplamışdım. Hər iki imtahan mən coğrafiyadan 27 düz yazmışam. Ona görə də coğrafiyanın o qədər də üstünə düşmürdüm. Yəni sadəcə müəllimin verdiyi tapşırıqları eləyirdim, toplunu işləyirdim, onlaynlara qoşulurdum, onlaynların tapşırıqlarını eləyirdim. Başqa əlavə bir şey eləmirdim coğrafiyadan. Riyaziyyatdan da sadəcə təkrar eləyirdim, sınaq işləyirdim, ya da toplu yazırdım zəif bildiyim mövzulardan. Əsas fokuslanmışdım tarix üzərinə ki, tarixdən balımı artırım. Çünki tarix balım yox idi. Elə bil ki, mən 400 ballıq blok imtahanını 300 bal üzərindən vermişəm. Yəni, tarix fənnini bir-birdən çıxarıblar. Mənim üçün çox çətin oldu. Amma ikinci blokdan sonra onun nəticəni toplayandan sonra, yəni istədiyim bal gələndən sonra həqiqətən ikinci imtahana hazırlaşmağa dəyərdi. İmtahanların ümumi səviyyəsindən danışsaq olsam, son illərdə keçirilən ən normal blok imtahanlarından idi. Yəni, klassik blok sualları idi. Sadəcə ikinci imtahanın məncə coğrafiya və riyaziyyat situasiyaları birinci imtahandan daha çətin idi. Tarix situasiyası isə birinci imtahandan daha asan situasiya idi. Amma ümumilikdə qapalı və açıq sualların səviyyəsi eyni idi demək olar. Sadəcə riyaziyyatda ikinci imtahan məncə daha çətin idi. Çünki açıq suallar qəribə idi. Bir də qapalı suallarda daha çox məntiq tələb edən suallar var idi. Birinci blokla eyni düşən suallar da var idi ki, bir-birlərinə çox oxşuyurdular. İki imtahanın səviyyəsi demək olar bir-birinə çox yaxın idi. Həm də bir də burada nəzarət daha yaxşı idi blok imtahanında. Bilmirəm, şəhər məktəbləri idi, daha normal nəzarət idi. Mən buraxılış imtahanında çox adam nəzarətdən, nəzarətçilərin səriştəsizliyindən şikayət eləyirdi. Blokda bütün nəzarətçilər cavan müəllimlər idi. Yəni adında mən hər iki imtahan çox xoş nəzarətçilərlə qarşılaşmışam. İkinci imtahandan sonra normal şəkildə ikinci imtahana hazırlaşdım və istədiyim nəticəni demək olar ki, əldə etmişəm. Bir də coğrafiya fənni üzrə ayrı bir video çəkməyi düşünürəm. Dediyim kimi, mən hər iki imtahanda coğrafiya fənninin 27 düz yazmışam. Düzdür, 30 üçün hazırlaşırdım, amma bəzi diqqət səhvləri imkan vermədi, 30 yazım. Birinci imtahandan sonra riyaziyyata da onlayn qoşulmaya başladım. Blok haqqında təəssüratlarım bu qədərdir. Blok imtahanının nəticələrində hər iki imtahanın nəticəsində ikinci blokun cavabı çıxandan sonra açıqlayacağam və tarixlə coğrafiya haqqında ayrı bir video çəkəcəm. Coğrafiyanı necə 130 plus yazdım, onun haqqında bir video çəkəcəm. Bir də iki imtahan arasında tarix nəticəmi necə dəyişdirdim, bunun haqqında danışacağam. Hələlik bu qədər. Ümid edirəm video xoşunuza gələr. Gələn videolarda görüşənədək.